Kişkendi Alban məbədi Azərbaycanın ən qədim və ən sirli tarixi abidələrindən biridir. Kiş kəndində yerləşən bu məbəd əsrlərin sınağından keçərək bugünə qədər gəlib çatıb. Buraya gələn hər kəs ilk növbədə qədim daş divarlarının yaratdığı xüsusi ab-havanı hiss edir. Tarixçilərin və araşdırmaçıların fikrincə, Kiş Alban məbədi Qafqaz Albaniyası dövrünə aid ən qədim xristian abidələrindən biridir. Məbədin əsası eramızın 1-ci əsrində Müqəddəs Yelisey tərəfindən qoyulub. Məhz buna görə də bu məbəd Qafqazın ilk apostol kilsələrindən biri hesab olunur. Qafqaz Albaniyası qədim dövrlərdə indiki Azərbaycan ərazisində mövcud olmuş dövlətlərdən biri idi. Xristianlığın Qafqaza yayılmasında Alban kilsələrinin xüsusi rolu olub. Kiş məbədi də həmin dövrün canlı yadigarı kimi bugünə qədər qorunub saxlanılıb. Məbədin memarlığı olduqca maraqlıdır. Daş divarlar, sadə amma möhtəşəm görünüş, dar pəncərələr və günbəz quruluşu buraya xüsusi gözəllik verir. Əsrlər boyu məbəd bir neçə dəfə bərpa və yenidən qurma işlərinə məruz qalsa da ilkin ruhunu itirməyib. 2000-ci illərdə Kiş Alban məbədində geniş arxeoloji və elmi tədqiqatlar aparılır. Azərbaycan və Norveç alimlərinin birgə iştirakı ilə həyata keçirilən qazıntılar zamanı çox maraqlı faktlar üzə çıxıb. Araşdırmalar nəticəsində məlum olub ki, məbədin altında daha qədim tikili qalıqları mövcuddur. Bu isə Kiş Alban məbədinin tarixinin düşündüyümüzdən də qədim olduğunu göstərir. Arxeoloqlar burada qədim insan qəbirləri, məişət əşyaları və müxtəlif tarixi tapıntılar aşkar ediblər. Kiş məbədi təkcə dini abidə deyil, həm də böyük elmi və tarixi əhəmiyyət daşıyan bir məkandır. Hər il buraya yerli və xarici turistlər gəlir. Məbədin yerləşdiyi ərazi xüsusi sakitliyi ilə diqqət çəkir. Kiş Alban məbədi Azərbaycan zəngin tarixinin, qədim mədəniyyətinin və əsrlər boyu qorunub saxlanılan irsinin simvollarından biridir. Bu məbəd bizə keçmişimizi xatırladır, tariximizi öyrənməyin və qorunmağın vacibliyini göstərir. Əsrlər dəyişir, zaman keçir, amma Kiş Alban məbədi öz əzəmətini qoruyaraq saxlayıb. O qədim Qafqaz Albaniyasından bugünümüzə uzanan canlı bir tarix köprüsüdür.